Bugün Azerbaycan'ın tarixində əlamətdar bir gündür. Müstəqil Azərbaycan Demokratik Respublikasının silahlı qüvvələrinin 1909-cu ildə keçirilmiş ilk hərbi paradından 73 il keçəndən sonra bizə milli ordumuzun tarixən ikinci hərbi paradını keçirmək xoşbəxtliyi nəsib olmuşdur. Azərbaycanın ulu sərkərdələri Babəkin, Şah İsmailin, Cavad xanın qəhrəmanlıq və məhdlik ənənələrini davam etdirən Müstəqil Azərbaycan Demokratik Cumhuriyyətinin silahlı qüvvələrinin yaradıcıları General Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov, Məmməd Əmin Rəsulzadə bayrağı altında 1909-cu ildə Milli Ordunun iş nizami hissələrini bugünkü kimi hərbi parada çıxarmışdılar.